Son statistikalar göstərir ki, pedaqoji universitetlərə sənəd və qəbul sayı nəzərə çarpacaq dərəcədə azalıb. Bu tendensiya həm müəllimlik peşəsinə marağın zəiflədiyini, həm də bu sahədə motivasiya və cəlbedicilik probleminin artdığını göstərir. Proses bu templə davam edərsə, yaxın illərdə məktəblərdə ciddi kadr çatışmazlığı yarana və təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Buna görə də universitetlər və müvafiq qurumlar gənclərə pedaqoji sahəyə cəlb edəcək real islahatlara və stimullara ehtiyac duyur. Lazım olan islahatlar nədir? Nə kimi islahatlar dəyişikliyə apara bilər? Məzunlardan pedaqoji universitetlərə marağı hansı formada artırıla bilər? Suallarımıza təhsil eksperti İlham Əhmədov. Pedaqoji universitetlərə qəbul planı ilbəil azalır. Bunun bir çox səbəbləri var. Birinci səbəb budur ki, ölkədə lazım olduğundan xeyli artıq müəllim kadrları hazırlanıb. Uzun müddət ərzində paytaxtda və regionlarda olan ali məktəblərdə ehtiyacdan artıq deməli, qəbul planı, ixtisaslar müəyyən olunub, müəllim yönümlü və artıq bazarda 150 min müəllim varsa, 150 min nəfər də işsiz, əlində pedaqoji təhsil diplomu olan insanlar var. İkinci səbəb yenə də təhsilin planlaşması ilə bağlıdır. 25 il bundan əvvəl Azərbaycanda Müəllimlər İnstitutu və 10-11 filialı açıldı. Heç bir ehtiyac olmadığı halda. Həmin vaxtda ölkədə bir 60-70 min nəfər, bəlkə də biraz da çox işsiz müəllim var idi. Və bir neçə universitetlərdə də müəllim hazırlanırdı. Əlavə Müəllimlər İnstitutu yarandı və regionlarda filiallar açıldı. Və sonraki illərdə göstərdi ki, həmən filiallar sərbəst fəaliyyətə hazır deyirlər, keyfiyyətli kadr hazırlamırlar, çox tələsik qərar verilmişdi və Müəllimlər İnstitutu bağlandı və filiallar da pedaqoji universiteti tabeliyinə keçirildi. Amma bununla da problem həll olmadı. Yəni 50% kadrlar filiallarda hazırlanırdı və o davam etdi. O da hələ də istənilən keyfiyyəti bəzi filiallarda almaq mümkün deyil bu gündə. Digər problem müəllim peşəsinə olan nüfuzun azalmasıdır. Müəllimlərə cəmiyyətimizdə əvvəllər daim yüksək qiymət veriblər, yüksək hörmət göstəriblər. Cəmiyyətin ən hörmətli, nüfuzlu insanları müəllimlər olub. Ona görə də hörmət əlaməti olaraq digər peşə sahiblərinə də müəllim deyirlər. Amma təəssüf olsun ki, müstəqillik illərində xüsusən müəllimlik sənəti sürətlə nüfuzdan düşdü. Bunun birinci səbəbi müəllimlərin maaşının aşağı olmasıdır. Düzdür, müstəqilliyin ilk illərində müəllimlərin maaşı kəskin sürətdə qalxdı. Xeyli güzəştlər, kommunal və digər sosial güzəştlər edildi müəllimlərə və həqiqətən də müəllim peşəsi xeyli nüfuza mindi. Təəssüf ki, az vaxt sonra o güzəştlər hamısı ləğv olundu, cüzi maliyyə artımı olundu maaşa, sonra da inflyasiya o artımı da yedi və o vaxtdan bu üzrə sürətlə deməli müəllim maaşı inflyasiya uyğun olaraq daim bazardan geri qalır. Daha sonra repetitorluğun geniş yayılması, kölgə təhsilin inkişafı müəllimliyə müəyyən qədər həvəs yaratdı gənclərdə. Ona görə yox ki, müəllimliyi sevirlər, ona görə ki, onlar gedib repetitor işləyib, əlavə daha yaxşı pul qazana bilərlər. Bu arzu ilə gəldilər müəllimlik peşəsinə. Təbii ki, repetitorluğun inkişafı da məktəb təhsilinin tənəzzülünə gətirib çıxardır. Burada da ziddiyyətli dönəm oldu və bunu uzun illər ərzində Təhsil Nazirliyi həll etmək istəmədi.